Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərə növbəti abituriyent sınavımızın izahını sizlərlə paylaşacağam. Deməli, ilk birinci sualdan gəlin başlayaq. Birinci sualımız belədir. 256 vurulsun 512 pikselli şəkil faylının həcmi 64 kilobaytdır. Bu faylın həcmini 16 kilobayt azaldarsaq, deməli azaltsaq, rəng çaları nə qədər azalar? Aha, gəlin baxaq. Deməli, neyləyəcəyik? Burada əvvəla gəlin biz ümumiyyətcə bizim rəng çalarımız nə qədərdir? İlk birincisi onu tapaq. Onun üçün nə edəcəm? İlk növbədə birinci üçün hesablayacağam təbii ki. Gəlin bu şəkildə yazaq. Deməli, 256 vurulsun 512 vurulsun. Rəng paletramdakı yəni çalarım yoxdur deyə, rənglərimin sayı yoxdur deyə, bitim yoxdur. Ona görə onu X yazıram. Bərabərdir 64 kilobaytdır. Mənim alacağım cavab bit olduğu üçün vuracağım bir dəfə 1024-ə, bir dəfə də vuracağım 8-ə. Aha, buradan x bərabərdir. Deməli, x-in qiymətini tapacağam. Təbii ki, bunu 2-nin qüvvətləri şəklində yazıb o şəkildə də həll eləyə bilərsiniz və yaxud da ki, 64-ü bir dəfə vuracaqsınız 1024-ə, bir dəfə də vuracaqsınız 8-ə. Aldığınız cavabı böləcəksiniz 512 vurulsun. Deməli, 256-ya. Buradan da alacaqsınız 4-ü. X-in 4-dür. Rəng çalarımı mən tapmaq üçün təbii ki, nə edəcəm? İlk 4-ü gətirib 2-nin qüvvətinə yazacağam. 2 üstü 4 mənə verəcək nə? 16. Əla. İndi keçirəm növbəti rəng çalarımı tapmaq üçün. Deyir ki, bu faylın həcmi 16 kilobayt azaltsaq. 64-dən nə edəcəm? Çıxacam 16-sını. Mənə nə qalacaq? 48. Deməli, mənim növbəti rəng çalarımın deməli yəni həmin şəklimin belə deyim də həcmi 48 kilobaytdır. İndi bu 48 kilobayta görə mən bunu həll edəcəm. Gəlin həll edək. Deməli, piksellərimin sayı dəyişməyib. 256 vurulsun, 512 vurulsun. X hal-hazırda rəng çalarımın biti yoxdur yenə. Bərabərdir. Deməli, 48 kilobaytdır. Mən 48-i bir dəfə vuracam 1024-də, bir dəfə də vuracam 8-ə ki, alınan cavab yəni mənə biti o şəklində verilmiş olsun. Deməli, 48-i bir dəfə vurub 1024-də, bir dəfə də vursaz 8-ə və alınan cavabı bölsəz 256 vurulsun 512-yə. Bu zaman alacaqsınız siz x bərabərdir 3. Aha, 3-ü də gətirib yenə 2-nin qüvvətinə yazıram. 2 üstü 3 mənə verəcək 8. Əla. Əvvəlcə 16 idi, daha sonra 8 olub. Nə qədər azalma baş verib? Təbii ki, 2 dəfə. Növbəti sualı keçid edirəm. Aha. Deyir ki, aşağıda verilən Aplogo kodu icra edilərsə, ekrana hansı qiymət çap olunacaq? Təbii ki, baxaq, x-im 3-dür. 3 plus 4, deməli, mənə bir dəfə bura verəcək 7. Daha sonra yeni qiymətim 7-dir. 7 minus 1, 6 verəcək. 2 dəfə təkrarla dediyi üçün mən bunu 2 dəfə təkrarlayacağam. Ən son x-i 6 almışam. 6 plus 4 mənə verəcək 10. Təzədən 10-dan da 1 çıxanda 9. Geri qayıdıram. Təzədən 9 plus 5 mənə verəcək nə? 14. Burada cavab olacaq B variantı. Növbəti suala keçid edirəm. Aha. Deyir ki, 5 megabaytlıq diskdə neçə ədəd 16 kilobaytlıq fayl yerləşdirmək olar? Diskin klaster ölçüsü 10 kilobaytdır. Deməli, əvvəlcə nə edəcəm? 16 kilobaytımı böləcəm 10 kilobaytıma. Mənim baxım neçə klasterim lazımdır? 1 tam nə qədər? Təqribən 2 klaster, yəni tamlaşdırıram. 2 klaster lazımdır. 2 klaster həcmimdə onu vuracam 2-yə, baxım diskdə nə qədər yer tutur. Bərabərdir 20 kilobayt yer tuturmuş. Əla. Həmin bu 20 kilobaytı 5 megabaytlıq diskə yerləşdirəcəm. Əvvəlcə təbii ki 5 megabaytı kilobayta çevirəcəm. 5-i vuracam 1024-ə. Bu da bərabərdir 5120 mənə verəcək.
Əla. Daha sonra isə aldığım cavabı, deməli 5120-ni mən neyniyəcəm? Böləcəm 20-yə ki, görüm məndə nə qədərini yerləşdirməli olduğumu tapmaq üçün. 20-yə böləndə mənə qalacaq 256. Deməli, e, olacaq deməli D variantı. Növbəti suala keçid edirəm. Hı -hı. Deməli, dördüncü sualım qeyd edir ki, kompüterin başlıcağı daxil etmə qurğusu hansıdır? Təbii ki, burada klaviaturadır. Növbəti sual. Aha, informasiyanın bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərilən kompüter böyük verilənlər blokuna daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Verilmiş fiziki, verilmiş fikir OC modelinin hansı səviyyəsinə uyğundur? Təbii ki, baxın, əgər böyük verilənləri kiçik verilənləri bloklara, kiçik paketlərə bölürsə, təbii ki, nəqliyyat səviyyəsidir. Burada cavabımız olacaq C variantı. Növbəti sual. VBC-lər hansılardır? VBC-lər təbii ki, biz bilirik ki, cədvəllərin hamısı zaten VBC-lərə aiddir. Burada Oracle-dır. PostgreSQL-dir. Bir də ki, təbii ki, OpenOffice Database-dir. Gerdə qalan Paint-dir, ondan sonra Python-dır. Bunların heç biri VBC-yə aid deyil. Burada cavab olacaq A variantı. Növbəti suala keçid edirəm. Aha, 7-ci sualımızda elə bir çətin bir şey yoxdur. Nə edəcəksiniz? Bunu normal onluq say sistemində istəyir cavabı. Onluq say sisteminə keçəcəksiniz. 0, 1, 0, 1, yəni hamısını onluq say sisteminə keçirəcəm. 0, 1. Deməli, 1 vurulsun 1000, üzərinə gəlinsin 1, bu edəcək 1001. Deməli, 1001. 3 vurulsun 2000, bu edəcək 6000. Bu edəcək 6000. Aha. Daha sonra isə 1 vurulsun 7, 7 plus 2 də 9, burada edəcək 9 və bunları toplayacağım. 0, 1 yadda, 1, 0, 7. Burada cavab olacaq, nə? C variantı. Aha, növbəti suala keçid edirəm. Deməli, belə. Hı -hı. 8-ci sual belə bir proqram verib bizə. Deyir Python proqramın təyinatını müəyyən edin. Təbii ki, burada baxın, hər səfərində nə edəcək? I-A-nın elementlərini götürəcək və count nə edir? Count sayır. Nəyi sayacaq? Baxın, birdən fərqli olanları nə edəcək? Çapa verəcək. Deməli, nida işarəsi bərabərdir, fərqli deməkdir. Yəni deyir ki, birdən fərqli olan, yəni sayı birdən çox olanları nə edəcək? Çapa verəcək. Təbii ki, deməli bizim burada olacaq cavabımız A siyahısının təkrarlanan elementlərini çap edir. Təbii ki, yəni birdən fərqli olanlarda, yəni sayı 1 deyil, 2 dənədir, 3 dənədir, yəni təkrarlanır. Daha sonra gedirik 9-cu suala. Burada bərabərliyə əsasən Z ədədinin x plus 2-lik say sisteminə keçirin deyir. Normal qaydada bunu onluq say sisteminə keçirəcəm. 0, 1, 2. Deməli, bu oradan alacağım x kvadratı üzərinə gəlinsin. Deməli, 4x plus, deməli, plus 4-ə. Belə baxanda, yəni görürük ki, bu nədir? X plus 2-nin xaricdən kvadratının açılışıdır, təbii ki. Bunu x plus 2-lik say sisteminə keçirirəm. Yazıram x plus 2. Deməli, x plus 2-ni nəçiyə vursam, x plus 2 edər. Təbii ki də burada, deməli, x plus 2-yə tam hissəm x plus 2-dir, qalığım 0-dır. Dedənə x plus 2-nin içində x plus 2 bir dəfədir, qalığım 0-dır. Tərsinə yazanda da 100 cavab olacaq B variantı. Növbəti suala keçid edirəm. Deməli, 10-cu sual. 10-cu sualda deyir, şərtini ödəyən yazını seçin. Universitet AU olsun, or Universitet BU olsun. Gəlin hər ikisini ödəyənləri tapaq əvvəlcə. Deməli, Universitet AU, bir dəqiqə. Deməli, Universitet AU və biraz geriyə atım, ekranda tam görülsün istəyirəm. Biraz da geri atım, siz özünüz ekranınızı yaxınlaşdıra bilərsiniz.
Aha. Deməli, universitet AU olanlar hansılardır? 1-dir, ondan sonra 6-dır və 8-dir. Bəs yaxşı universitet BMU olanlar 2-dir, 5-dir. Video və and var. Andın hər iki tərəfi doğru olmalıdır. Not var, yəni nəticə 59-dan kiçik olmayanlar. Yəni 1-dir, ondan sonra 59-dan kiçik olmayan, daha sonra 4-dür, 59-dan kiçik olmayan 70-dir və 67-dir. Bu ikisinin ortaqları hansılardır? Baxın, hər ikisində 1 var. Ondan sonra hər ikisində baxıram, deməli 6 var və 5 var. 5-i niyə götürürük? Çünki burada kiçikdir deyir, bərabərdir demir ki, deməli hansılar oldu? 6 var, 5 var, bir də ki, 1 var. 1, 5, 6. Burada cavab olacaq nə? B variantı. Növbəti suala keçid edirəm. Hı -hı. Aha. Deyir ki, mən 0, 5, 7 rəqəmlərindən təkrarlanma, yəni 7 rəqəminin təkrarlanmadığı neçə dənə 3 rəqəmli ədəd düzəltmək olar? Baxın, 1, 2, 3 dənə rəqəmli ədədimizdir. Yəni ədədimiz 0 ilə başlaya bilməz. Ona görə ya 5 olacaq, ya 7 olacaq. Birinci yerdə 2 rəqəmdən istifadə olunacaq. Vurulsun. Daha sonra ikinci yerdə təbii ki 0 da istifadə edə bilərəm. 5-i də istifadə edə bilərəm və tutaq ki 5-i versəm 7-ni də mütləq şəkildə istifadə edə bilərəm. Burada da 3 dənə rəqəm oldu. Növbəti mərhələdə əgər 7-ni vermişəmsə, təbii ki növbəti turda 7-ni verə bilmərəm. 0, 5, burada 2 rəqəm. 2 dəfə 3, 6, 6 dəfə də 2, 12 dənə. Burada yazıram 12 ədəd nəyim olar? 7 rəqəminin təkrarlanmadığı hal ola bilər. Növbəti suala keçid edirəm. Deməli, deyir ki, 1024 simvoldan ibarət və 19 fərqli hərf və 8 fərqli işarə. Təbii ki, nə edəcəm? 19 ilə 8-i toplayacağam, 27. Mənim əlifbam 27-dir. 27-ni 2-nin qüvvəti şəklində yazacağam. 27 təqribən 2 üstü 32-yə yaxındır və 2 üstü 30... Ay, üzr istəyirəm. Yəni 32-yə yaxındır. Bu da ki 2 üstü 5 deməkdir. Yəni təqribən 2 üstü 5-ə yaxındır. Yəni 5 bit tapmış oldum. Simvollarımın sayı burada 1024. Yazacağım 1024-ə vurulsun. Deməli, artıq mən bitimi tapmışam 5 bitdir. Deyir ki, bu simvollar ən kiçik əlifba standartı ilə kodları neçə baytdir? Aldığım cavabı təbii ki böləcəm nəyə? 8-ə. Deməli, 1024-ü vuracağam 5-ə, mənə verəcək 5120 və aldığım bu cavabı 8-ə bölüb mən nəyə çevirməliyəm? Təbii ki də deməli bayta çevirməliyəm də ki, mənim cavabımı çünki baytla istəyir. Bunu da bölsəm 8-ə bərabərdir. Mənə verəcək neçə? 640 almış olacam. Növbəti suala keçid edirəm. Deməli, 2 tili, qövs və 3 ilgəyi olan qraf. Aha, gəlin baxaq. Deməli, nə edirəm burada? 3 ilgəyim var. İlgəyimin biri ya buradadır, A-nın A-la kəsişməsi, B-nin B ilə kəsişməsi, C-nin C ilə kəsişməsi, D-nin D ilə kəsişməsi və Y-nin Y ilə kəsişməsi. Baxıram ki, bir dənə ilgəyim zaten B-nin B ilə kəsişməsində 1-də var. D-də 0-dır. Deməli, X, Y, Z-də, yəni ən azı 2 dənəsi onların birindədir. Deməli, X, Y, Z-ə 2 dənəsi oradadır. Birlikdə 2 yaza bilərəm bunların cəmini. Yazıram 2. M-i tapıram. C ilə A-nın kəsişməsindədir. Gedib C ilə A-nın kəsişməsinə baxıram 0-dır. Deməli, M-im 0-dır. N-ə baxıram. Y ilə B-nin kəsişməsində. Gedib B ilə Y-nin kəsişməsinə baxıram 0-dır. Gedib burada yazıram N-im 0-dır. İndi U-ya baxıram. Y ilə D-nin kəsişməsindədir. Və yuxarıdan gedib D ilə Y-nin kəsişməsinə baxıram ki, 1-dir. Deməli, U da 1-dir. 2 plus 0 plus 0 plus 1 mənə nə qiyməti verdi? 3 qiymətini tapmış oldum. Növbəti suala keçid edirəm.
Deməli, deyir ki, 200 kilobayt həcmində fail internet şəbəkəsi ilə 1 dəqiqəyə ötürülür. 1 dəqiqəmi də saniyəyə çevirirəm. Deməli, 2000-im 60 saniyədə gedirsə, onda deyir ki, eyni sürətlə 75 saniyədə neçə kilobayt olduğunu bilmirəm. Birdən onu bilirəm ki, nədir? 75 saniyəyə gedir. Buradan x-i təyin etsəm, x bərabər, deməli 2000-i vursam 75-ə, bölsəm 60-a, təbii ki, mənə verəcək 2500. 2500 almış olacam. Növbəti suala keçid edirəm. Hı -hı. Növbəti sual deyir, onluq say sistemində bu şərti ödəyən neçə natural ədəd var? Normal qaydada bunları onluq say sisteminə keçirəm. 0, 1, 2, 3, 4 və eyni qaydada 0, 1, 2, 3 və 4. Deməli, 2 üstü 4 mənə verəcək 16, 16 plus 4, 20, 20-nin üstünə 2 gələcəm, 22, 22-nin üstünə 1 gələcəm, 23. 23 kiçikdir bərabərdir x, kiçikdir bərabərdir yenə. 16-nın üzərinə bu səfər 8 gələcəm. Deməli, mənə verəcək 24, 24-ün üzərinə 4 gələcəm, 28, 28-in üzərinə isə deməli 2 gələcəm, mənə verəcək 30. 30-la 23 arasında və hər ikisi də daxil olduğuna görə 30-dan 23-ə qədər neçə dənə ədədim var? Deyəcəm ki, 9 ədəd. 23 də daxildir, 30 da daxildir. Ona görə 9 dənə ədədim var. Bu da belə. Növbəti suala keçid edirəm. Deyir ki, istifadəçi faili şəbəkə ilə ötürməzdən əvvəl elə arxivləşdirir ki, daha tez göndərilə bilsin. Arxivləşdirmə zamanı failin həcmi 40% azalır. Əgər informasiya şəbəkə ilə ötürülmə sürəti 25 megabayt bölünsün saniyə olarsa, ilkin həcm 1000 megabayt olan failin arxivləşdirdikdən sonra ötürmək üçün neçə dəqiqə tələb olunar? Gəlin əvvəlcə məlumatımı mən arxivləşdirirəm. Neynirəm? Yazıram 10.000 bizim düsturumuz var idi. 10.000-dən çıxıram. 10.000 vurulsun nəyə? 10.000 vurulsun 40% arxivləşdiriblər. Vurulsun 40-a, bölünsün 100-ə. Aha, buradan sıfırlarımı atıram. Bu edəcək 4000. 10.000-dən də 4000 çıxanda mənə qalacaq nə? Deməli, 6000 qalmış olacaq. Deməli, mən arxivləşdirəndə 6000-im olub. Deməli, 6000 informasiya həcmimdir. Bölünsün saniyəyə bərabər götürürəm. 25 megabayt deyir. Heç bir çevrilməyə ehtiyac yoxdur. Zaten megabaytla almışam cavabı. Buradan x-i də təyin edəndə nə olacaq? X-i də təyin etsəm 6000-imi mən bölməliyəm nəyə? 25-ə. Alacam 240. 240 saniyə. Mənə cavabı dəqiqə ilə istədiyi üçün 240-ı da böləcəm 60-a. Deməli, mənə verəcək nə? 240 bölünsün 60, o da bərabərdir. Mənə verəcək nə? 4 dəqiqə almış olacam. Növbəti suala keçid edirəm. Növbəti sual. Deməli, diskdə 13 kilobaytlıq səs faylı və 27 kilobaytlıq qrafik faylı olarsa, bu faylın ümumi neçə klaster yer tutur? Təbii ki də bayaqki kimi yenə hər birini ayrı-ayrı çevirəcəm. 13-ü deməli 13-ü böləcəm 1 dəqiqə. Bu digər karandaşdan yazmaq istəyirəm. Aha. 13-ü böləcəm 5-ə. Mənə verəcək 2 tam nə qədər? Mən götürəcəm təqribən 3 klaster. 3-ü vuracam 5-ə. 3 dəfə 5, 15 kilobayt həcmimi tapdım. Daha sonra 27-ni böləcəm 5-ə. 5 tam nə qədər eləyəcək? Tamlaşdıranda mənə verəcək 6 klaster. 6-ı vuracam 5-ə. 6 dəfə 5 mənə verəcək nə? 30. Aha, 30. Və bunların birlikdə heç həcmlərini tapmağa ehtiyac yoxdur. 3 klaster bu edir, 6 klaster bu edir. Neçə klaster deyir mənə? 6 plus 3 mənə verdi nə? 9 klaster. Heç həcmlərini tapmağa ehtiyac yox imiş. Aha, keçək növbəti suala. Bu da belə.
Deməli, 18-ci sual. 130 səhifəlik kitabın birinci və sonuncu səhifəsində 215 deməli vurulsun 256 pikselli və 64 rəng çalarlı şəkil var. Deməli, birinci və axırıncı səhifə söhbət 2 səhifədən gedir. 2 səhifəm vurulsun 512 vurulsun 250 6 vurulsun və mənim bitlərimin sayı nə qədərdir? 64 rəng çaları 2 üstü 6 demək. Deməli 6-ya vurmalıyam. Bitimin sayı da 6-dır. Bərabərdir. Gəlin bunları kilobayta çevirək. Çünki ən sonda cavabımız zaten kilobaytla istəyəcək. Deməli əgər mən 2-yi vursam 512-yə mənə 1024 verəcək. Bir dəfə də vursam 256-ya 2006 deməli 262144 edəcək. Bir dəfə də mən bunu vursam 6-ya və alınan cavabı bölsəm 1024-ə və bir dəfə də bölsəm 8-ə mənə verəcək 192. Yazıram bura 192. Aha, növbəti deyir ki, qalan səhifədəki hər 130 səhifəm var idi. 2 səhifəsi gedib mənə 128 səhifəm qalıb. 128 vurulsun. Deyir ki, 32 sətirdən 32-yə vurulsun və 64 simvol olmaqla deyir. Yəni vurulsun 64-ə. Daha sonra Unicode standartı ilə vurulsun 2 bayta. Alacağımız cavab da baytla olacaq. Bərabərdir. Deməli, nə edəcəm? 128-i bir dəfə vuracam 32-yə, bir dəfə də vuracam 64-ə, bir dəfə də vuracam 2-yə və alınan cavabımı mən böləcəm nəyə? 1024-ə. Çünki alınan cavabım mən baytla alınıb baxı. Aha, o da edəcək 512 kilobayt edəcək. Və ümumi bu kitabın həcmini soruşur. Təbii ki, nə edəcəm? 512-nin üzərinə gələcəm nəyi? 192-ni. Bu da bərabərdir. Mənə verəcək, deməli, 704. Bəli, 704. 704 almış olacam. Belə, növbəti suala keçid edirəm. 19-cu sual. Deməli, deyir ki, nə deyir? C1 bu cədvəldə C1 xanasına daxil olan düsturlar C2 və C3 xanasına köçürdükdən sonra C4-ü təyin edin. A1 plus B1. Birinci bunu hesablayıram. A1 plus B1-im nə verir? 12 plus 43. Mənə verdi nə? 55. Aha, 55. Daha sonra A2 B2 olacaqdır. 45 plus 23 mənə verəcək deməli 68. Növbəti isə yenə 54 verəcək. Heç bir şeyə ehtiyac yoxdur. Daha sonra isə bunların həcmini məndən soruşur. Yazacağam 53 üstə gəlinsin 68, üstə gəlinsin 54. Mənə verəcək 175 alacağam. Ən sonuncu hissəyə də 175 almış olacağam. Növbəti suala keçid edək. Aha, deyir 8 dəqiqəlik yüksək keyfiyyətli səs faylimdir. Baxın, 8 dəqiqə dediyi üçün bunu saniyəyə çevirəcəm. Yəni 60-a vuracam. 480 saniyə edəcək. 480 saniyəm vurulsun. 16 bit deyir, yəni vurulsun 16-ya. Vurulsun 44 kHz deyir və kHz-dən çıxmaq üçün bir dəfə də vuracam nəyə? 1000-ə. Və bərabərdir. Gəlin birinci bunu tapaq. Deməli, alacağım cavab bitlə olacaq. Təbii ki, ona kilobitə çevirəcəm ki, sonraki mərhələlərdə asanlıq olsun. Deməli, 480-i vursam 16-ya və vursam 44-ə, bir dəfə də vursam 1000-ə və alınan cavabımı bölsəm 1024-ə, mənə deməli, gəlin açıq şəkildə yazaq. Bircə dəqiqə. Buradan sizin üçün kalkulyator açmaq istəyirəm artıq, çünki biraz böyük rəqəmlərlə işləyəcəyik. Aha, deməli yazacağım bura. 480 deməli vurulsun 16 vurulsun 44 vurulsun 1000. Aha. Və bərabərdir. Bu qədər bir ədəd alınacaq. Alınan ədədim bitləndir. Mən bunu kilobitə çevirəcəm. Çünki növbəti mərhələdə mənə kilobit lazım olacaq. Yəni bunu böləcəm bir dəfə nəyə? 1024-ə. Bərabərdir. Mənə nə aldım? Deməli 330 min aldım. Bunu yazıram bura.
Deməli 330 min. Aha. Aha. Deməli 50% arxivləşdirilməsi zaten onu deməli 2-yə 1-ə vurma deməkdir də. Yəni bunu bölməlisiniz 2-yə. 50% arxivləşdirmə 165 min almış olacaqsınız. Aha. Gəlib yazdıram bura. Bunu böləcəksiniz 2-yə, yəni 165 min. Aha, almış oldum. Aha. Daha sonra deyir ki, bu faylın sürəti deməli 200 kilobit bölünsün saniyə ilə ötürülərsiniz. Neçə deməli şəbəkə ilə kodlaşdıraraq ötürmək üçün neçə saniyə vaxt lazımdır? Düsturumuzda nə edirik? Həcmini bölürük. Deməli saniyəyə bərabər götürürük sürətə. 200 də mənim sürətimdir. Buradan da x bərabərdir. Təbii ki də deməli həmin bu tapdığımız ədədi nə edəcəm? Böləcəm 200-ə. Bərabərdir mənə nə verəcək? 825 almış olacam. Belə əziz abituriyentlər, növbəti sınaq izah videolarımızda və dərs izah videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.